dediği proqnozlar addım-addım baş tutdu. İçində pis olanları da var idi və gününə qədər həmin hadisələr baş verdi. İnanmaz. İşlərim alınmırdı. Peyman müəllim dedi ki, uğursuzluq var, mən sənə köməklik edəcəm, işin düzəlsin. Müəyyən vasitələrdən istifadə etdi və sözün açığını deyim, bəhrəsini də gördüm. Cadunun bir əşyaya olunduğunu və həmin əşyanın da mənə hədiyyə olunduğunu söylədi. Xatırladım. Peyman müəllimin vasitəsilə düzəlib, hər şey yaxşıdır. Biznesim çökmüşdü. Dostlarımın sayəsində Peyman müəllimlə tanış oldum. Başa saldı ki, sən öz ortağın bu vəziyyətə qoyub. Peyman müəllim mənə çox köməklik elədi. Onun sayəsində biznesimi geri qaytardım. Ekstrasensliyə, hansı bir fövqə qüvvəyə həmişə inanmışam. Əslində biz Peymanla planlaşdırılmamış bir tanışdığımız oldu. Səbəb bizim o ilk görüşümüzdən və aldığım təəssüratdan gedib görüş baş tutdu və iş gözəl bir söhbət oldu, maraq bürüdü. Birinci plana Peymanın deyəcəklərini qoydum ki, təbii gözümlə bağlı suallar verdim. Elə birinci, ikinci cümlələrdən elə faktları sadaladı ki, mən dəqiq sizə əmin edirəm ki, o bunları heç yandan bilə bilməz. Hətta elə şey vardı ki, ancaq mən bilirdim. İkinci şəxs bilə bilməzdi. Sadaladığı faktlar artıq elə bir həddə gəlib çatdı ki, və mən inandım. Nə qədər də ictimaiyyət arasında olsam da, amma elə şeylər var ki, bunu heç kim bilmir. Bu mövzuda olan söhbətimizin bir neçə dəqiqəsindən sonra maraq adamı bürüyür və proqnoz istəyirsən. Çox soyuqqanlı onun proqnozlarını yadımda saxladım. Çox qısa müddətdən sonra baş tutmağa başladı. Sanki elə bir o qrupdur. Və dediyi proqnozlar addım-addım baş tutdu. İçində pis olanları da var idi. Hansılar ki, doğrudan da baş tutdu və sanki bir xəbərdarlıq kimi oldu. Və mən dərhal yığdım onun özünü. Dedim ki, belə bir məsələ var. Ona da bir əlac tapıldı və tövsiyələrini verdi. Çıxış yolunu axtaranda da belə necə baş verəcəyinə qədər dedi. Və inanın ki, o da olduğu kimi baş tutdu. Yəni, bu mənada mənim üçün çox maraqlı gəldi və bu adi insan şuuru ölçüsü ilə ölçülmür. Bu cəhalət deyil. Bugün o cəhalət kimi qəbul etdirmək istəyənlər, təqdim etmək istəyənlər təəssüf ki, özləri də əslində cəhalətdə olduğunu hələ anlamırlar. Nəysə. Gördüm. Cadunun bir əşyaya olunduğunu və həmin əşyanın da mənə hədiyyə olunduğunu söylədi. Xatırladım. Mənə hədiyyə olunmuşdu. Hər şey ondan sonra başladı, məhv oldu. Böyük problemlər yaşamağa başladım. İndi Peyman müəllimin vasitəsilə düzəlib, hər şey yaxşıdır. Biznes Əsasən geri qaytarma və ruzi bərəkət işləri ilə bağlı müraciət edirlər. Geri qaytarma deyəndə, yəni küsmüş sevgililəri ilə barışmaq nəzərdə tuturlar. Əslində geri qaytarma adında bir iş yoxdur. Kim ki deyirsə ki, geri qaytarma əməli edirəm, o elə belə adicə şirinlik edəcək. Geri qaytarmaq üçün, yəni küsən sevgilini geri qaytarmaq üçün baxıb problemin nədə olduğunu görüb, həmin problemi aradan qaldırmaq üçün iş görmək lazımdır. Misal üçün, arada başqa qadın varsa və yaxud da başqa kişi varsa, əməl cadı varsa və yaxud da problem sizin tərəfinizdə və yaxud da qarşı tərəfdədirsə, bunları bilib, buna görə iş görmək lazımdır. Yəni, baxmadan iş görmək olmur və baxmadan görülən işə də garanti vermək olmur. Geri qaytarma adında bir iş yoxdur. Geri qaytarma dedikləri iş adi elə belə şirinlik işidir. Amma geri qaytarma nəticədir, işin nəticəsi. Geri qaytarmaq üçün də konkret olaraq problemləri görüb aradan qaldırmaq lazımdır. Qaldı ki, ruzi bərəkət məsələləri ilə bağlı əsasən bunu biznes adamları elətdirir. İşlərinin zəif getməsi ilə bağlı çox vaxtda işlər zəif gedəndə elə fikirləşirlər ki, əməl cadu var, onun təsiridir. Amma həmişə əməl cadunun təsiri olmur. Bu hansısa pis, belə deyək ki, dostların və yaxud da ortaqların səbəb olması ilə də ola bilir. Uğursuzluqların olması ilə, uğursuz dövrün olması ilə əlaqədar da ola bilir. Ona görə də ruzi bərəkət üçün də iş görəndə baxıb problemin nədə olduğunu bilib, sonra iş görmək məsləhətdir. Elə olanda görülən işə garantiya da vermək olur. Bir də ki, daha çox soruşurlar ki, verilən suallardan biri də budur ki, ekstrasenslə falçıların fərqi nədir? Ekstrasenslər öz hissiyatı ilə baxır. Yəni, Azərbaycanda mən özümdən başqa ekstrasens tanımıram. Hansına baxası olsan, əlində bir dəstə kart o yana fırlayır, bu yana fırlayır. Bu kartı 100 dəfə qarışdırıb açsan, fərqli şeylər çıxacaq. Təbii ki, kartla baxmaq heç bir halda düzgün deyil. Amma ekstrasens öz hissiyatı ilə hər şey deyir. Ona görə də yəni, bu kartı hamı qarışdırıb aça bilər də. Müraciət edəndə ekstrasensə müraciət etmək daha məsləhətdir. Bu məsələlər üzrə hamıdan çox sizin təcrübəniz var da, yəqin ki. Boşanmaq istəyənlər, boşanmamaq istəyənlər, ərlərini saxlamaq istəyənlər, ərlərindən qaçmaq istəyənlər yanınıza gəlir.